Hər vaxtınız xeyir olsun. Bu gün mən sizin üçün bir bonus videosu çəkirəm. Bu videonun içərisində mən sizə bir neçə məlumat verəcəm. O məlumatlardan biri təbii artiklın nə işə yaradığıdır, artiklın necə işləndiyidir. Bir də iki dənə ifadəmiz olacaqdır. C'est, ce sont. Bunlar maraqlı ifadələrdir. Və son olaraq da qadın, kişi cinsini müəyyən edən şəkilçilər öyrənəcəyik. Təbii mən istəməzdim ki, bunu mexaniki olaraq əzbərləyəsiniz, amma dərsi sürətli keçəcəm. Ürəyiniz istəsə, baxarsınız, dəftərinizə də yazarsınız. Artikellər nədir? Artikellər biz görmüşük ki, hər hansı bir əşyanın qarşısında işlənilən deyək strukturlardır, şəkilçilərdir. Türk dilində məsələn deyəndə ki, bu bir kalem, bu bir kalem. Həmin o fransız dilindəki article o bir sözünə uyğun gəlir. Azərbaycanda deyəndə biz demirik də, Azərbaycan dilində biz demirik, bu bir qələmdir. Adətən biz deyirik, bu qələmdir. Amma fransız dilində hər şeyin qarşısında əşyalar ola bilər, şəxslər ola bilər, ondan sonra mücərrət məhfumlar ola bilər, nə bilim, havadır, ümiddir, ondan sonra arzudur, istəkdir. Yəni nə gördüksə onun qarşısında biz article işlədirik. Yəni bir tərcümə elində Azərbaycan dilində bir gəlir. Tutaq ki, bir istək, bir arzu, bir ruçka, bir telefon. Ondan sonra nə deyə bilərəm? Bir butulka, ətrafında baxıram, ətrafında olan bir telefon, bir printer, tamam? Yəni məntiqi budur. Hər hansı bir şey deyəndə Azərbaycan dilində biz deyirik, tutaq ki, bu bura yazıram. Bu telefondur. Fransız dilində prosto biz deyəcəyik ki, bu bir telefondur. Tamam. Həmin bu bir sözünü də biz article ilə ya da article işlədəcəyik ki, o bir sözü şey olsun da, nə deyirlər? Orada yazılsın. Yaxşı, bəs niyə görə bizdə iki dənə article vardı fransızlarda? Fransızlar xoşlayırlar cinslərə bölməyi, qadın cinsi, kişi cinsi. Hər bir əşyanın qadını var, ondan sonra kişisi var, onu yavaş-yavaş öyrənəcəyik. Məsələn, ruçka sözü deyək ki, kişi cinsindədir, telefon sözü deyək ki, kişi cinsindədir, dəftər sözü deyək ki, kişi cinsindədir, butulka sözü deyək ki, qadın cinsindədir, tamam. Yəni belə. Kişi cinsində olan əşyaların, məhfumların qarşısına biz an sözünün üstünə qoyacağıq. An şəkilçisini qoyacağıq. Article olaraq deyəcəm, an article-ını qoyacağıq. Məsələn, deyəndə ki, bir telefon, bu olacaqdır an telefon. Tamam, an telefon kişi cinsində bir telefon deməkdir. Bu öz yerində. İkinci söz olaraq butulka dedim də. İndi butulkanı yazacağım. Qadın, une. Bir dənə elə bir axırda ö qoyursunuz, olur une. İndi bir butulka deyəndə mən an deməyəcəm. Deyəcəm une. Une bouteille. Bir butulka. Və son olaraq da üçüncü bir dənə şey də vardı, onu da yazım. Qadın üçün, kişi üçün fərqi yoxdur. Hər hansı bir əşya cəmdədirsə, onda biz D, des yazılır, D oxunur, D qoyacaq. Məsələn, butulkalar. Bunu tərcümə edəndə Azərbaycanda bir butulka olmayacaq da, larlər kimi olacaqdır. Amma məntiq var da, təkdə artikel qoyduqsa, məcburuq ki, cəmdə də qoyaq. Ona görə də des qoyacaq. Deməli, D, kişi olsun, qadın olsun, fərqi yoxdur bunun. Bunun kişisi, qadını yoxdur. Məsələn, D, telefon. Telefonlar. D, butey. Butulkalar. Okey? Yəni, bu bir qaydadır da. Beynimizə yeritməliyik ki, Fransada bütün məhfumların qarşısında artikel olur. Bütün məhfumların qarşısında artikel olur. Bir dənə elə ki, bunu bilməliyik.
Artikeldə kişi cinsində olan isimlərin, məhfumların qarşısına ən qoyacağıq. Qadın cinsində olanların qarşısına ün qoyacaq. Всё. Yəni biz birazdan elə ki bizim dildən fərqi odur. İndi belə bir şey deyək. Aşağıda 2 dənə ifadə yazmışam. Görürsüz? C'est, ce sont. Bunlar nədir bəs? Bunlar çox mükəmməl 2 dənə ifadədir. Hətta deyərdim ki, bu 2 ifadə möcüzəvi ifadələrdir. Çünki həmin bu ifadələr bizə çox önəmlidir. Bizim üçün çox önəmlidir. Mən dedim ki, tutaq ki, bir ruçka. Bu ruçkanı deyəndə axı orada hərəkət yoxdur. Mən orada təsviri istədiyim kimi eləyə bilmirəm. Deyə bilmirəm ki, bu bir ruçkadır. O hərəkət yoxdur içəridə, o təsvir yoxdur içəridə. Bax, həmin bu feil yoxdur içəridə. Aysə o feil demək istirdim. Feil yoxdur. Həmin bu hərəkəti, həmin bu təsviri, həmin bu feili bax bu 2 dənə ifadə ilə ifadə edəcəyik. Qısacası əgər görürük ki, danışacağımız əşya təkdədirsə, qoyacağıq C-yi, C olacaqdır. C, ondan sonra da əşyamızı, artiklını deyirik. Həmin dəqiqə C1, bir də əşyanın adını deyirik, telefon. Bu bir telefondur. Baxın, bu cümlə fərqlidir. Bu cümlənin içərisində hərəkət var. Bu cümlənin içərisində təsvir var. C1 telefon. Bu bir telefondur. C1 telefon. Bu bir telefondur. Hətta bir dənə diziyə baxırdım, orada deyirdi C1 mensonge. Bu bir yalandır. Tamam. Qadın cinsində də olanda yenə də məntiq dəyişmir. C'est une bouteille. C'est une bouteille. Burada t-yi mən nə üçün oxuyuram? Çünki sizə izah eləmişdim ki, s yazırıq, e kimi oxuyuruq. Bu t-yi mən niyə oxudum? Çünki liaison edirəm. Sözümüzün sonu samitlə bitib, digər sözümüz də saitlə bitdiyi üçün bu t keçir o tərəfə olur. C'est un. Bir dənə t səsi yaranır. C'est une bouteille. Bu da öz yerində, demək, təklərdə bunu istifadə edəcəyik. Bəs cəmlərdə də məntiqi olaraq bunu istifadə edəcəyik. Ce sont. Tutaq ki, 5 dənə telefonumuz var. Ce sont des téléphones. Bunlar telefondurlar. Ce sont des bouteilles. Bunlar butulkadırlar. Всё. Artıq dostlar, biz hər hansı bir əşyanın qarşısında artikel olduğunu artıq bildik, öyrəndik. Təkdirsə, kişi cinsidirsə ən olacaqdır. Təkdirsə, qadın cinsidirsə ün olacaqdır. Cəmdədirsə qadın kişi fərqi yoxdur. D olacaqdır. Bir də bu 2 dənə maraqlı ifadəni öyrəndik ki, əşyaların, insanların qarşısına qoymalıyıq. Tutaq ki, bir nəfər təqdim edəcəksiniz. İnsanların adların qarşısına təbii artikel istifadə eləmirik. Tutaq ki, Məhəmməddir adamın adı. Deyirsiniz, C Məhəmməd. Bu Məhəmməddir. Yazaq bura. C Abdel yazıram. Daha asandır. C Abdel. Bu Abdeldir. Okey. Okey. Bu ilk öğretmək istədiyim şey buydu, bonus olaraq. İkinci olaraq da mən sizə dedim ki, belə bir mətn göstərmək istəyirəm, belə bir səhifə göstərmək istəyirəm. Burada da çox oxumayacağam, amma baxın, görün də. Bir qayda izah edir. Deyir ki, əgər sözlərin sonu AJ ilə bitirsə, 99% kişi cinsi olur. 1, 2, 3, 4, 5, 6 dənə istisna veribdir. 6 dənə istisna veribdir. O istisnaları əzbərləyərik, problem yoxdur. La plage sözüdür. Ajla bitsə də qadın cinsi olur. Çimərlik deməkdir. La cage qəfəs deməkdir. La page səhifə deməkdir. La nage üzmək deməkdir. L'image şəkil deməkdir və la rage quduz xəstəliyi deməkdir. Sonra sözün axırı ment ilə bitirsə, biz onu avtomatik olaraq bilirik ki, bu kişi cinsindədir. Gouvernement. Keçən dəfə bir nəfər appartement sözünü işlətdi. Medikament sözünü işlətdi. Medikament, appartement, gouvernement kişi cinsindədir. Sözün sonu ÖAÜ ilə bitirsə, bu da kişi cinsindədir. Bureau, couteau, carreau. Fon, skop ilə bitirsə, kişi cinsindədir yenə.
telefon, interfon, mikroskop. Keçən dəfə mikrofon demişdik, xatırlayırsınız. Sonu fon ilə bitir, avtomatik olaraq kişi cinsindədir. İsm ilə bitirsə kişi cinsindədir. Le realisme, le sosialisme. Qadın cinsinə baxaq. Qadın cinsində olanlar daha çoxdur. Sion ilə, yəni tion ilə bitirsə qadın cinsindədir. Situation, solution, realizasyon. Sığlı ionla bitirsə, yəni sion ilə bitirsə, décision, la télévision qadın cinsindədir. T ilə bitirsə qadın cinsindədir. La société, la réalité, la bonté, la beauté. 5 dənə də şey veribdir, istisna veribdir. Le côté, l'été, le comité, le député, le pâté. Bunlar T ilə yazılır, amma kişi cinsindədir, qadın deyil. Et ilə bitirsə qadın cinsindədir. La bisiklet, la trompet, la sigaret. Skelet sözü burada istisnadır. Et ilə bitir, amma kişi cinsindədir. Ans ilə və yaxud da ens ilə bitirsə, bunlar da qadın cinsindədir. La connaissance, la dépendance, la ressemblance. La référence, la différence, la présence. Bir dənə le silence, ens ilə bitir, amma kişi cinsindədir. Ure ilə bitirsə əgər, ure ilə bitirsə, qadın cinsindədir. La culture, la peinture, la nourriture. 2 dənə istisnamız vardı. Le mercure, civə deməkdir. Et le cyanure, cyanür deməkdir. Cyanür zəhər var, bax odur. OD, AD, UD ilə bitirsə, yenə qadın cinsindədir. La méthode, la salade, la certitude. Tamam, okey. Bu belə. Bir də aşağıda bir neçə dənə maraqlı sözü göstəribdir ki, bu sözlər ür ilə bitir və ür ilə bitir, amma bunlar qadın cinsindədir. Bu niyə yazıbdır? Bura başa düşmədim. Bu demək istəyir ki, yəni öyür ilə bitənlər normalda kişi cinsində olmalıdır, yoxsa bura yazmayıb axı. Hə, nəysə, bu sözləri də öyrənə bilərsiniz. La couleur rəng deməkdir, la douleur ağrı deməkdir, l'odeur qoxu deməkdir, la fleur çiçək deməkdir, la saveur dad deməkdir, l'erreur səhv deməkdir, la peur qorxu deməkdir, la valeur dəyər deməkdir. Vəsiyon. Bu belə dəftərinizə yazarsınız. Mən dediyim kimi istəmirəm qrammatikanı əzbər mexaniki olaraq öyrənərsə, amma dursun da burada. Əsas yəni bugün öyrənməyinizi istədiyim şeylər bunlar idi. Artikellardır və C, söson ifadələridir. Bu C və söson ifadələrini dostlar gəlib buradakı, bax buradakı əşyalarla praktika eləyə bilərsiniz özünüz. Məsələn, deyə bilərsiniz c'est un stylo. Bu bir ruçkadır. Ce sont, görürsünüz cəmdə olduğu üçün ce sont dedim. Ce sont des lunettes de soleil. Bunlar günəş eynəkləridir. C'est un porte-monnaie. Bu bir kaşlokdur. C'est un parapluie. Bu bir çətirdir. C'est un peigne. Bu bir daraqdır. C'est une trousse de maquillage. Bu bir makyaj qutusudur. C'est un chéquier. Bu bir çek qabıdır. C'est un téléphone mobile. Bu telefondur. Ce sont, gördünüz, ce sont dedim çünki cəmdədir. Ce sont des tickets de bus. Bunlar metro, avtobus biletləridir. C'est un paquet de mouchoirs en papier. Bu burun silmək üçün dəsmaldır. C'est un crayon. Bu bir qələmdir. C'est un carnet. Bu bir dəftərçədir. C'est un agenda. Bu bir ajandadır. C'est un portefeuille. Bu bir nədir? Kaşlokdur. Ce sont, yenə ce sont dedim, diqqət edin. Ce sont des photos de bébé. Bunlar uşaq şəkilləridir. Ce sont des clés. Bunlar açarlardır. Və vəsiyo. Yəni burada aşağıda da var. İşləmək lazımdır, praktik eləmək lazımdır. Oldu, sağ olun, gecəniz xeyrə. Bizdə gecədir. Yəqin ki bu videonu göndərəcəm. Ümid edirəm sizi narahat eləməz.